Salam dəyərli müəllimlər, mən Müəllim Hazırlıq Mərkəzinin Azərbaycan dili ədəbiyyat müəllimi Elton müəllim. Bugün sizə Azərbaycan dilinə aid olan maraqlı bir sualın izahını verəcəm. Baxaq, klasteri tamamlayın, tam cavabı müəyyənləşdirmək lazımdır. Bu klaster tez-tez düşən klasterlərdən biridir. Demək olar hər ilmiyə düşür. Çox maraqlı da klasterdir. Deməli biz bu tipli sualları cavabını əsasən tapsaq daha deməli doğru tapmış olacağıq, daha asan tapmış olacaq. Deməli gəlin yoxlayaq görək cavablar əsasən. Əgər A variantında biz 1-ə B-ni qoysaq, yəni qeyri-müəyyən yiyəlik halı qoysaq bura, deməli 2-yə C ilə F doğru olmalıdır. C-dədir ki, müstəqil şəkildə yalnız bir cümlə üzvü kimi işlənir. Axı qeyri-müəyyən yiyəlik hal heç vaxt müstəqil şəkildə deməli cümlə üzvü mövqeyində çıxış edə bilmir. Həmişə qoşulduğu sözlə bir yerdə cümlə üzvü olur. Ona görə 1-yə B yazanda 2-yə ona aid olan C doğru olmayacaqdır. Doğru olmadığı üçün A bəndinin üstünə xətt çəkirik. 1-ə B yazanda 2-də C doğru olmadığı üçün D variantı da yanlış olacaqdır. Sonra baxaq, B-lərdən qurtardıq. Gəlin indi dostlar, 1-ə D-ni qoyub variantı müəyyən etməyə çalışaq. 1-ə D qoysaq, C-dədir ki, müstəqil şəkildə yalnız bir cümlə üzvü kimi işlənir. Bəli, deməli qeyri-müəyyən təsirli hal müstəqil şəkildə ancaq cümlədə tamamlıq mövqeyində iştirak edə bilir. Ona görə 2-də C doğru olacaqdır. G-yə baxsaq, G-də nə deyir? Əsasən müəyyənləşdirici sözlərlə işlənə bilmir, fe'li birləşmənin aslı tərəfi ola bilir. Ümumiyyətlə, bütün hallar fe'li birləşmənin əsas tərəfi ola bilir. Məsələn, kitab almaq. Burada kitab sözü qeyri-müəyyən təsirli haldadır. İsmi birləşmənin aslı tərəfidir. Həmçinin müəyyənləşdirici sözlərlə işlənə bilmir qeyri-müəyyən təsirli halda olan söz. Çünki müəyyənləşdirici sözlərlə işlənsə, müəyyən təsirli hala çevriləcəkdir. Ona görə C variantı da doğru olacaqdır. Deməli, 1-ə D yazanda C, G ona aid doğru cavab olduğu üçün B variantını doğru cavab kimi götürdük. Bəs digərləri niyə doğru olmadı? Əgər 1-ə D yazsaq, yəni yenə də qeyri-müəyyən təsirli halı yazsaq, A ona aid doğru olmalıdır. A da deyir ki, müstəqil şəkildə bütün cümlə üzvləri vəzifəsində işlənir. Axı biz dedik qeyri-müəyyən təsirli hal ancaq deməli tamamlıq mövqeyində işlənir müstəqil şəkildə. Ona görə 1-ə D olanda A variantı doğru olmadığı üçün C-ni silirik. 1-ə D olanda, yəni qeyri-müəyyən təsirli halda olanda E-yə baxırıq. E-də deyir ki, bütün şərtlərdə aid olduğu halın şəkilçisini bərpa etmək mümkündür. F-də də deyir ki, qoşmalarla işlənib müəyyən məna çalar əmələ gətirir. Biz də bilirik ki, təsirli hal, qeyri-müəyyən təsirli hal, qeyri-müəyyən yiyəlik hal və yerlik halda olan sözlər qoşmalarla işlənə bilmir. Ona görə 1-də D olanda bu variantda yanlış olacaqdır. Bütün hallarda testimizin doğru cavabı B bəndi olacaq.